Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Assalamu aleykum. Değerli insanlar, əziz müsəlmanlar, xoş gördük sizin hamınızı. Hamınızı Allahın salamı ilə salamlayıram. Allaha təslim bəndələr. Bugünkü bizim Qurani Kərim söhbətimiz, Qurani Kərim dərsimiz dünya, yer üzü ilə əlaqəli olacaqdır. Dünya ilə əlaqəli Qurani Kərimdə 123 ayə keçməkdədir. Qurani Kərimdə 123 ayə yer, dünya haqqında keçir. Dünyanın quruluşu, dünyanın nə qədər vaxtda Allah Teala yaradıb, 6 gündə xəlq etdiyini bilir. Sonra bu dünya üzərində canlıların, təbiətin, hər bir heyvanın, hər bir şeyin yaratdığını Allah Teala deyir. Bu dünya bizim yaşayış yerimiz olduğunu, imtahan yeri, bizi sınamaqdan ötürü bu dünya yaratdığını Allah Teala Qurani Kərimdə bildirir. Quranda keçən əsas bu yer üzərində olan hadisələr, bu dünya üzərində olan məsələlər ilə Qurani Kərimdə bu dünya ilə əlaqəli ayələr keçməkdədir. Bu arada kanalıma dəstək olub, abunə olub, videoları paylaşıb həm izləyə bilərsiniz, həm də playlist bölməsində Quran dərsləri mövcuddur. Oradan dərsləri baxa bilərsiniz. Dünya kəlməsi sözlükdə üzərində yaşadığımız torpaq və dənizlər, yer üzü mənalarına gəlir. Bu yaşadığımız yer, yer üzü bu mənalarına gəlir. Üzərimizdə yaşadığımız yer, bu torpaq. Və hər bir maddə torpaqdan çıxarılır. Bütün dəyərli metallar, yanacaqlar və digərləri. Bunları orada yerləşdirən uca Allahın sonsuz qüdrəti və qüvvəsi ilədir. Bu barədə mən danışmışam. Allah Teala hər bir şeyi bizim üçün torpaqda yerləşdirib. Həm dəyərli maddələr, həm yanacaq maddələri, həm dəmir, həm alüminium, hər bir şey nə lazımdırsa, hətta su da torpaqdan çıxır. İnsan o skvajini qazır, yerin dibindən 15 metrə, 20 metrədən içiləcək su çıxır. Yəni, bizə lazım olan, vacib olan hər bir şey torpaqdan çıxır və Allah Teala bu dünyanı da bizə imtihan üçün yaradıb, hər bir şeyi bu dünyada bizim əmrimizə verib. Allah Teala ilk yeri 6 gündə xəlq eləyib, hər bir şeyi yaradıb, sonra da insanı, Adəm və Havvanı yaradıb, bu dünyaya göndəriblər. Adəm də, Havva da Allah Teala onları torpaqdan, palçıqdan yaradıb və onlara ruhundan verib. Və onları, bu barədə danışmışdım mən, Allah Teala cənnətdən mələklərə, Adəmə təzimlə hörmət eləyin deyir. İblisdən başqa hamı təzim eləyir. İblis təzim eləmir. Orada ixtilaflar düşür. O ixtilaf düşdüyünə görə İblis cənnətdən qovulur. Həm İblis, həm Adəm, həm də Havva. Və digər Adəm və Havva kimi insanları yaradıb, həmin insanları Allah Teala yer üzərinə buraxıb. Həmin o yerdir bugünkü bizim yaşadığımız. Allah öz qanunlarını dəyişməyib. Adəm əleyhissalamın dövründə Quranda gördüyümüz hansı qanunlar var isə, o dövrdə də həmin qanunlar keçərli idi. İndiki dövründə də Allahın qanunları keçərlidir. Allah qanunları dəyişmir. İnsanın yaşayışı üçün lazım olan hər bir şey torpaqda əkilir. Yeyəcəyimiz hər bir şeydə də torpaqda biz əkirik. İnsanın mənşəyi də torpaqdır. Hər bir bizimlə əlaqəli olan hər nə varsa hamısı torpaqla əlaqəlidir. Həm yeyəcəklərimiz, həm bizim becərdiyimiz şeylər, həm əkdiyimiz şeylər, həm çıxardığımız maddələr, hər bir şey torpaqdan. Necə ki, insan torpaqdan yaradılıb, torpağa da qayıdacaqdır. Müəyyən olunmuş vaxtdan sonra qiyamətdə Allah bizi həmin torpaqdan, qəbirdən yenidən çıxaracaq və haqq hesab başlanacaqdır.
Dünya Güneş sistemində Güneşə ən yaxın 3-cü planet olub, hal-hazırda üzərində yaşayış, hava, su olduğu dəqiq olaraq bilinən tək atmosferik cisimdir. Və digər planetlərdə yaşayışın olub-olmadığı heç kim deyə bilmir. Biz bilirik ki, ancaq yaşayış bu dünyadadır. Və digər planetlərdə yaşayışın və digər canlıların olub-olmadığı heç kəs deyə bilməz. Çünki bu bilməyən bir şeydir. Bilməyən bir şeyin var olduğu demək də yalan deməkdir. Əgər mən desəm ki, Yupiterdə hansısa canlılar var, orada canlılar yaşamaqdadır desəm, mən baxıram Quranda Yupiter bağlı və digər planetlərlə bağlı bir şey görmürəm. Allah Teala Quranda deyir, ayın, ulduzların, günəşin, yerin öz oxu ətrafında formalaşmasından söhbətlər gedir Quranda. Ancaq Yupiterdə nə var deyə Quranda söhbət getmir. Əgər mən desəm ki, iнопланетlər var, hardasa peyda olublar, hardasa uçdu, göydən elə çıxdı, internetdə biz görürük, yalançılar yalan uydurmaları ortalığa qoyub, bir sürü videoları çəkib, göyün buludlar arasında kimsə uçdu, bəlkə də planetyan idi, belə uydurmalar var. Siz onlara baş qoşmayın. Bu dünyada nə varsa bizim bildiyimiz şeylərdir. Hər kəsin bildiyi bir şey var. Bu dünyada canlılar insanlardır və heyvanlardır. Ruhlar bu dünyada bizim gözlə və yaxud da hansısa kamera ilə, başqa bir megapiksellərlə görən varlıqlar deyillər. Və ya cinlər, və ya iblis, heç bir şey. Biri deyəcək, öləndə o yüngülləşəcək, onun bədənindən ruhu çıxdı, onun ağırlığı, ağır idi o, ruh çıxdıqdan sonra yüngülləşdi. Biri deyəcək, kameraya, ruh uçan vaxtı kamerada ruhun videosu düşdü. Belə uydurmaları, iнопланетlər kameraya düşdü. Belə şeyləri, əziz müsəlmanlar, bunların uydurma olduğunu bilək və özümüzü yalanları araşdırmaqla vaxtı öldürməyək. Əgər araşdırasıyıqsa, Qur'anı araşdıraq və Allah rızası üçün onu anlayaraq oxuyaq. Digər planetlərdə canlıların olub-olmadığını heç kim deyə bilməz. Çünki bunlar arasında məsafələr kilometrlər deyil, işıq sürəti ilə ölçülür. Bu da bizim bilmədiyimiz, astronomların da aciz qaldıqları sahədir. Bir planetin digər planet arasında olan məsafə kilometrlərlə ölçülmür. Çünki orada işıq sürəti ilə ölçülür. Belə bir ölçü vahidi eləyəsi yerdə də canlının olub-olmadığı bilmək insan ağlı və yaxud da digər elm insanları acizdir. Əgər biz bunu bilmək vacibiyyəti var idisə, Allah Teala Quranda onu bizim üçün bildirəcəkdir. Əgər digər planetlərdə nə olub-olmadığı barədə Allah Teala demirsə, yəqin bizə lazım deyil. Göyün 7 qatı var. Birinci qatda ulduzlar, günəş, ay və budur birinci qat. Onun ardında daha 6 qat var. Biz o qatları bilmirik. Amma onlar var. Biz onu Qur'an yolu ilə görürük, bilirik. Ancaq orada nələr olduğunu biz bilə bilmərik. Onu ancaq uca Allah bilir. Allah var olduğunu deyir, göyün 7 qatı var olduğunu deyir. Biz Quran ayələrindən görürük, biz ona iman getiririk. Allah var deyirsə vardır. Allah əgər bir şey yox deyirsə ona vardır demək Qurana zidd danışmaqdır. Həm dünyavi məsələdə, həm biznes məsələsində, həm din məsələsində. Əfsuslar olsun ki, mən hər dəstədə mən demişəm, din insanları aldadan bəzi özlərini dindar hesab eləyən insanlar hansısa bilməməzliyindən istifadə edərək insanları aldatmağa çalışan bəzi şərlatanlar dindən sui istifadə edənlər var.
Əfsuslar olsun ki, İslamın içərisində İslamı ləkələyən belə şərlatanlar mövcuddur. Biz o şərlatanlardan olmayaq, biz o şərlatanları özümüzdən uzaq eləyək. Hər kəsin bu dünyada doğru yoldan çıxma səlahiyyəti var. Biz doğru yoldan gedək və səhvə yol verməyək. Doğru yoldan getmək istəməyənləri də biz onlara zorla doğru yola gətirəsi deyilik. Biz ancaq doğru Qur'andan Allah Taala dediklərini biz onlara çatdırarıq. Onlar əgər istəsə iman eləyərlər, istəməsələr eləməzlər. Hər kəsin özünün bildiyi işdir. Dində zorluq yoxdur. Uca Allah bunu bizə belə əmr edir. Dində heç bir şəkildə zorluq yoxdur. Müstəqil, azad fikir özgürlüyü olan seçim var. Sən seçimi özün eləyirsən. Seçimi səhv eləsən, əbədi qalacağın cəhənnəm, seçimini doğru eləsən, ağlını işlətsən, əbədi qalacağın cənnət olacağı Allah Taala bizə bildirir. Bunun üçün əziz müsəlmanlar, hər kəs seçimini özü eləyir. Amma onu deyə bilmərik ki, din hər kəsin özünün doğru bildikləri, danışdıkları şey o din. Elə deyil. Dinin nə olduğunu biz bilirik. Din Allaha aiddir və Allah Taala öz dinini Qur'anda tamamlayıb, Allah nə deyirsə biz onu etmək məcburiyyətindəyik. Allahın əmrlərini biz tam riayət etməliyik. Ona zid bir şey desək, Allaha üsyan eləmiş oluruq. Və Qur'an yolu ilə də biz getməliyik. Səmanın 7 qatı var. Göyün ancaq birinci qatını görürük. Ulduzları, ayın, günəşin səmada olduqları yer bu birinci qatdır. Digər qatlar biz bilmirik. Onun altında daha 6 qat səma var. Onu biz bilmirik. Mömin olub ölənlərin ruhu 7 qat göyə çıxar. Kafirlərin ruhu isə birinci qatda olar. Mömin Allaha təslim insan öləndə onun ruhu 7 qat səmaya çıxır. Kafir olaraq ölənlərin ruhları birinci qatda qalırlar. Bu Allahın müəyyən etdiyi qaydalardır və Allahın müəyyən etdiyi icazələrdir. Yəni kafir olaraq ölənlərin ruhları birinci qatdan səmadan yuxarı qalxa bilməzlər. Çünki onlar kafirdirlər. Ancaq möminlərin ruhları 7 qat səmaya qalxırlar. Göydəki bu 7 təbəqə qat Qur'an işığında biz anlayırıq, biz bunu Qur'andan görürük, özümüzdən demirik. Qur'anda Allah Taala nə deyirsə biz onu deyirik. Qur'an-ı Kərim yer üzərindən başqa digər planetlərin mövcudluğu barədə məlumat vermir və hər bir şey yer üzərində baş verir. Səmadakı günəşin, ayın, ulduzların mövcud olduğunu Qur'an bizə bildirir. Onların hərəkəti, günəşin doğub batması, yerin öz oxu ətrafında fırlanması, ayın, ulduzların çıxması kimi məsələləri biz Qur'anda rastlaşırıq. Digər planetlər barədə Qur'an məlumat vermir. Ancaq ulduzlar, günəş, bunlar haqqında məlumat verir. Və yer üzünü bizim üçün, hər dəstə demişəm, bu imtihan həyatıdır. Bu imtihan həyatı da bizi sınaqdan keçirməkdən ötürü, necə insan olub, yaşayıb, öləcəyik, bizi imtihan, egzamin eləməkdən ötürü yer üzəri dünyanı yaradıb, səmanı, yaşayış burada müəyyən eləyib və insanı yaradıb və bu dünyada da bu təbiət qanunlara uyğun olaraq da bizə instruksiya göndərib. Həmin instruksiya da Qur'andır. Qur'an bizim instruksiyamızdır. Necə ki biz maşın alırıq və yaxud da digər hansı bir avadanlıq alırıq, biz həmən instruksiyasına baxırıq, onun işlətim sistemini araşdırırıq ki, baxırıq bu necə işlədən bir texnikadır. Biz bunu belə anlayaq. Bu məsələləri mən çəkirəm ki, anlamaq üçün bizə asan olsun. Asan anlamaqdan ötürü mən belə məsələlər çəkirəm mən. Qur'an bizim həyat tərzimizdir. Yol göstərəndir, navigatordur. Bizim öyüd nəsihət kitabımızdır.
bizim instruksiyamızdır. Qanun qayda kitabıdır. Konstitusiyamızdır. Bunu mən belə deyirəm ki, rahat anlayaq. Niyə? Çünki biz həmin kitabdan sorğu sual olunasıyıq. Biz sorğu sual olunası kitabdan sizi bu kitabdan hazır olmağımızı, hazır olaraq, onu anlayaraq, araşdıraraq, axtararaq onu öyrənməyə hər zaman, hər an mən sizi dəvət edirəm. Dünyanın nə qədər yaşı olduğunu heç kəs dəqiq deyə bilməz. Quran da bu barədə dəqiq rəqəmlər yoxdur. Heç kəs deyə bilməz ki, dünyanın bu qədər yaşı var. Bu hamısı öz orientir deyirlər. Astronomlar neçəsə milyard, milyon illər deyirlər, dinozavrların olub olmadığı və yaxud da digər şeylər. Bunlar deyənlər, söhbətlər var. Piramidaların necə inşa olub, yekə insanlar mı olub, yoxsa balaca adamlar mı olub, piramida necə düzəldib, onu daşlar kəsərəkmi? Belə söyləntilər mövcuddur. Ancaq hər kəs öz bildiyi, öz ağlının kəsdiyini danışır. Bayaq dediyim kimi inoplanetyallar barədə hər kəs bildiyini danışır. Birisi deyəcək ruh uçdu, birisi inoplanetyal gəldi. Inoplanetyalların beyni qıraqdan baxanda beyni içərisindən görsənirlər deyirlər. Onların dərisi çox nazikdir. Belə şeylər danışanlar var. Kinoların əksəriyyətinə belədir. Onun üçün bəlkə də kinolardan götürən misallardır. İnoplanetlər adı altında digər planetlərdə yaşayışın olduğunu deyənlər də vardır. Bayaq dedim, bunu belə bir şeylər yoxdur. Amerikanın və digər inkişaf etmiş ölkələrin Aya, Marsa çıxdıqlarına dair bəzi videolar internetdə görmüş olarsınız. Bunlar əslində yalan məlumatlardır. Hələ ki Aya, Marsa uça bilən texnika icad olunmayıb. Ora ancaq işıq sürəti ilə çatılır. Bayaq dediyim kimi işıq sürəti ilə gedilən bir yerə yanacaqla gedəcək bir texnika icad eləyəməkdə insan acizdir. Bu ola biləcək bir şey deyil. Və Aya, Marsa uçan videolar da görmüş olarsınız. Amerikalıların və ya digərlərin orada bayrağı elə bil ki vururlar ora. Hamısı yalan məlumatdır. Heç kim Aya uça bilməyib və uça bilməyəcək. Çünki insan belə texnikaya, belə işıq sürəti ilə gediləcək, yanacaqla gedəcək texnikanı hazırlamaqda insan beyni zəifdir, həm də insan onu düzəldə bilməz. Bunun üçün ora çatılacaq bir texnika icad olunmaq bu olmayacaq bir şeydir. Uca Allah dünyanı 6 gündə xəlq etdiyini biz Quran ayələrində görürük. Allah Teala bu dünyanı 6 gündə xəlq eləyib. Allah dünyanı bizə yaşayış yeri olaraq müəyyən edib. Bu dünyada hər şey yaratdıqdan sonra Uca Allah insanı yaradıb. Bu yer üzərində buraxıb. Hər bir şey yaratdıqdan sonra Allah Teala Adəm, Havva və digər insanları yaradıb bu yer üzərinə buraxıb. Və bu dünyanı da Allah öz qulları, qanunları, bu dünyanı da Allah öz qanunları ilə idarə edir. Yer üzərinə astronomik parçaların düşməməsi üçün Allah yer üzərində qoruyucu təbəqə yaradıb. Göy üzərində qoruyucu təbəqə var. Astronomik o parçaların yer üzərinə düşməməsi üçün. Bu Uca Allahın gücü və qüvvəti ilədir. Sonra harda qalmışdıq? Bilim insanları və astronomlar bunu təsdiqləyiblər. Bu yer üzərində olan bu təbəqənin mövcudluğu barədə bilim insanları və astronomlar bunu təsdiqləyiblər. Fəsillər, il, gün, gecə və gündüz Allah müəyyən edib və bunlar Allahın əmri ilə öz vəzifələrini yerinə yetirirlər. Bu yer üzərində olan Allahın müəyyən etdikləri vaxtlardır. İl, ay, gün, saat, gecə, gündüz. Allah Teala bunların hamısını müəyyən eləyib bizim üçün və bunlar öz vəzifələrini yerinə yetirirlər. Günəşin çıxması, batması və s. məsələlər. Bunları hamısını Allah Teala müəyyən eləyib. Uca Allah Quranı da təbiət qanunlarına uyğun olaraq göndərmişdir. Hər dəfə də mən deyirəm bunu.
təbiət qanunlarına uyğun olaraq Allah Taala Qurani Kərimdə göndərmişdir. Ki bu dünyada yaşamımız, həyatımız Qurana bağlı olsun. İnsan nəfəs almadan, yemək yemədən, su içmədən yaşaya bilməz. Bunu da biz bilirik. Allahın qoyduğu qanun və qaydadır bu. Bu Allahın müəyyən etdiyi təbiət qanunlarıdır. Quran da təbiət qanunlara uyğun olaraq nazil olunmuşdur. Allah Taala bizi öldükdən sonra yenidən bu dünyada yaradacaq. Qiyamət anidən qopacaq. Mən bir dəstə bunu demişdim və bəzi dərslərdə də bu barədə danışıram mən. Qiyamət anidən qopacaq. Onun heç bir əlaməti yoxdur. Bir insan öldü mü, onun üçün qiyamət başlamış sayılır və öldükdən sonra o diriləcək. O zaman vaxt o hiss eləməyəcək. Bir göz qırpımında o diriləcək. Öldükdən sonra artıq onun yaxşı və pis əməl eləməyə onun daha çarəsi yoxdur, şansı da yoxdur. Artıq o ölmüş, ruhu Allaha təslim eləmiş olur o. Biz ölmədən qabaq bu dünyada axirəti qazanmaq üçün, Allah rızası üçün Qur'anı anlayan dilində oxuyaraq Qur'anı həyata keçirək. İnstruksiyamızı Qur'anı anlayaraq, oxuyaraq yaşayaq. Bu zaman biz Qur'anın məqsədinə çatmış oluruq. Biz öldükdən sonra Allah Taala bizi bu dünyada yenidən yaradacaq, haqq hesab başlanacaq. Hələ ki ölmüş insanlar üçün nə cəza, nə də mükafat tətbiq olunmur. İnsanlar ölmüşlər, ölən insanlar da hər yerdə var. Hər zaman bu Adəm Peyğəmbərdən dünyanın yaradılışından qiyamətə qədər bu sistem davam eləyəcək. İnsanlar dünyaya gələcəklər, yaşayacaqlar, imtahandan keçəcəklər, öləcəklər. Bu hər zaman var olub və ölmüş insanlar üçün hələ nə cəza, nə də mükafat tətbiq olunmur. Onlar yatmış kimidirlər. Çünki hələ imtahan bitmədiyinə görə onlara cəza və mükafat tətbiq olunmur. Ancaq qiyamətdə bu məsələlər baş verəcək. Cəza və mükafat öldükdən sonra bizi Allah Taala dirildəcək və cəza və mükafat o vaxt başlanacaq. Quran ayələrinə keçək. Əl-Bəqərə 85. Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdunuzdan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutub yanınıza gətiriləndə fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdir. Yoxsa siz kitabın bir qisminə inanıb digər qismini inkar mı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir. Onlar axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı yüngəlləşdirəcək, nə də onlara kömək göstəriləcəkdir. Bu dünyanın imtahan həyatı olduğunu unutmayaq. Hər zaman bu təfəkkürdə olaq. Bu dünya imtahan həyatıdır. Hər zaman çətinliklər olacaq, əziyyətlər olacaq. Ancaq Allah bizə çətinlikləri daşıya bildiyimizdən artığı verir. Nə qədər bacarırıq, o qədər verir. Və axirəti də bu dünyada qazanaq. Əgər axirəti unutsaq, özümüzə zülm eləyənlərdən olaraq. 114-cü ayə Bəqərə. Allaha səcdə edilən yerlərdə onun adını zikr edilməsinə manəcilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalim kim ola bilər? Onlar qorxuya qapılmadan oralara girməzlər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır. Özünü yazıq vəziyyətə salandan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik, şübhəsiz ki, o axirətdə də əməl salihlərdən olacaqdır. Rəbbi ona təslim ol dedikdə, o aləmlərin Rəbbinə təslim oldum demişdir. Biz də İbrahim Peyğəmbər kimi Allaha, aləmlərin Rəbbinə təslim olaq.
İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlərə səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərir. Əslində o, ən qatı mübahisəçidir. Nə din məsələsində, nə də dünya qazancında mübahisələrə qapılaraq bir-birinizə düşmən olmayın. Din məsələsində insanlar arasında mənim xoşuma gəlmədiyim bir məsələ odur ki, hemen birisi bir şey diyen kimi din adı altında mübahisəyə çıxırlar və din adı altında ixtilafa düşürlər. Kim ki bunu eləyirsə, həmin insanın Allaha təslim və tam Allahın qoyduğu qanun qaydalara riayət eləməyən insanlardır. Kim olursa olsun. Əgər din adı altında mübahisəyə, çəkişməyə, davaya, insanları dindən sovudaraq belə hərəkətlər eləyən insanlar, onlar müsəlmandırlar. Ancaq onların Allaha təslim olmaları barəsində mən şübhə içərisindəyim. Çünki Allaha təslim olan bəndə belə ixtilaflara yol verməz. Din məsələsində əgər sənlə mübahisə eləyirsə, bir ağılsız sənlə cahil söhbət eləyirsə, sən də ona qoşulub cahil olma. Sən ağıl sahibisən. Sən ağlını işlət. Allah Taala ağlını işlətməyənlərin üzərinə pisliklər yağdıracağını deyir. Ki biz ağlımızı işlədərək doğruları ancaq Qur'andan Allahın bildirdiyi şəkildə yaşayaq. Əlinə fürsət düşüncə o yer üzündə fitnə fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışarlar. Allah isə fitnə fəsadı sevmir. Fitnə edənlərin hamısı insanlığı məhv etməkdədirlər. Fitnə edənlər belədirlər. Həm din məsələsində, həm dünya məsələsində heç bir vaxt fitnə eləməyin. Dava olmasın. Din üzərində davaya düşməyin. Məzhəbləri dinləşdirməyin. İnsanların, imamların sözlərini, müridlərin sözləri dinləşdirərək bu din kimi danışmayın onu. Hansı Əbu Bəkirin, Ömərin və yaxud da digər imamların həyatını danışaraq bu din kimi onların həyatı tarixdir. Tarixi sən din deyə niyə danışırsan? Dində ixtilaflar niyə eləyirsən? Mən və yaxud da bir digəri Qur'andan söhbət eləyəndə niyə bəziləriniz Qur'andan söhbəti niyə eşitmək istəmirsiniz? Eşitmək istəyənlər var. Onlara çox böyük hörmətim var. Allah razı olsun. Ancaq Qur'andan misallar çəkəndə niyə eşitmək istəməyənləriniz var? Niyə? Özünüzü biraz sorğulayın. Ona Allahdan çəkin deyildikdə günahıyla daha da övünməyə başlayar. Onu həmin insana deyiləndə ona Allahdan çəkin deyildikdə həmin insan günahıyla daha da övünməyə başlayar. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır. İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verir. Belə insanlar da var. Allah öz qullarına qarşı şəfqətlidir. Elə insanlar var ki, sən onunla qarşılaşanda təvazökarlıq göstərib, Allah rızası üçün köməklik göstərir. Hər bir sahədə insan kimi sənə köməklik göstərən insanlar var. Və elələri də var ki, Allah rızası üçün İslamı yaşatmaqdan ötürü Allah yolunda düşmənlərlə vuruşar və hətta şahid olur. Belə əməli salih insanlar da var. Allah yolunda düşmənlərlə vuruşaraq həyatdan köçənlər də var. Birinci savaş insanın öz nəfsinə qarşı olan savaşdır. İkincisi düşmənlərə qarşı olan savaşdır. Əgər sizi yerinizdən, yurdunuzdan çıxaran düşmənlər gəlibsə, həmin düşmənlərə qarşı eləyən savaş o Allah yolunda eləyən cihaddır. Necə ki, bizim qəhrəman Azərbaycan xalqı düşmənin əlindən torpağı götürdü və biz öz torpağımıza yenidən qavuşduq.
Bu Allah yolunda eləyən cihad idi. Ermənilər bizdən torpağı çıxarmışdılar, yurdumuzdan eləmişdilər. Quranda bunu bizə bildirir. Sizi kim yurdunuzdan çıxarırsa, siz onlarla vuruşun. Onlar yurdumuzdan çıxartmışdılar. Sonra biz vuruşduq onlarla və qələbə Azərbaycanın oldu. Qələbə müsəlmanların oldu. Müsəlmanlar qazandılar və Allah rızası üçün vuruşduq. Əlbəttə orada şəhidlər də çox oldu. Bu dediyim məsələdə elə insanlar da vardır ki, Allah yolunda onlar canlarını da verirlər. Həmin orada bizim ölən, şəhid olan Azərbaycan vətəndaşları, bizim millət, müsəlmanlar orada ölən, Azərbaycan etnik millətlər də var orada. Avarlar da var, ləzgilər də var, talışlar da var, zaxurlar da var. Onlar da hamı birlikdə orada savaşıblar, ölüblər, şəhid olaraq ölənlər də var. Mən demək istəyirəm ki, burada keçən məsəl elə insanlar da var ki, Allah yolunda canlarından da keçirlər. Həmin insanlar misal götürürəm mən. Allah yolunda onlar vuruşdular və Allah yolunda öz canlarından keçdilər. Onlar şəhid oldular. Quran-Kərimdə Allah təala bilir. Həmin ölən insanlar onlara ölülər deməyin, onlar əslində diridirlər. Həmin onların diri olmağı bizim bildiyimiz şəkildəki dirilik deyil. O Allahın bildiyi dirilikdir. Əlhəmdülillah biz döyüşdə qalib olduq. Qələbə müsəlmanların oldu. Elələri də var ki, Allah rızası üçün Qur'anı öz dilində anlayıb insanlara anlatan və insanları da haqqa, doğruluğa dəvət edən elə insanlar da var. Allah belə insanlardan razı olsun. Ey iman gətirənlər, İslamı bütövlüklə qəbul edin və tam bir təslimiyyət göstərin. İslamı bütövlüklə qəbul edin və tam təslimiyyət göstərin. Şeytanın adım izləri ilə getməyin, şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. Allah Teala Quran-ı Kərimdə şeytan bizim düşmən olduğumuzu bildirir. O bizə pislikləri gözəl göstərib, bizi cəhənnəm oduna attırmaqdan ötürü o çabalar göstərir. Biz haramları haram kimi, halalları halal kimi görək. Nəfsimizə yenilərək haramları halal eləməyək. Necə ki, insan nəfsinə yenilərək haramı halal eləsə, o Allahın qoyduğu hüduddan keçmiş olur, çıxmış olur və günaha batır. Bunu etməyək. Allah hüdudları qoyub, qanun, qaydalar müəyyən edib, maddələri, hər bir şey müəyyən edib. Bu qanunlar üzərində Quran yoluyla biz yaşasaq, biz hər bir şeyi anlayasıyıq. Şeytanın hiləsi özünüzə atmayın. Şeytanın hiləsini özünüzə atmayın. Onun tələfi zəifdir, o sizə heç nəyi məcbur edə bilməz. Şeytan, iblis, cin insana heç bir pisliyi məcbur edə bilməz. Şeytanın o səlahiyyəti yoxdur. Şeytan ancaq bizə səhvləri doğru kimi göstərər və günahları da gözəl olaraq göstərər. Biz özümüzü şeytanın hiləsindən qoruya bilərik, ancaq insan nədənsə günah qazanmaq istəyir. Sizə açıq-aydın dəlillər gəldikdən sonra haqq yoldan çıxsanız, bilin ki, Allah qüdrətlidir, müdrikdir. Quran əlimizdədir, yaşayan Rəsul, ona nə zid danışılarsa ya da edilərsə, o batil və bidət olar. Yaşayan Rəsul əlimizdədir, Quran-ı Kərim. Çünki biz öz ağlımız ilə dini yaşaya bilmərik. Öz ağlımla bir insan mənə bir dindən sual versə, mən öz ağlıma uyaraq, mən öz ağlıma görə mən ona cavab verə bilmərəm. Mən Qur'ana baxmalıyam. Allah Teala Qur'anda bu suala necə cavab verir? Mən belə deməliyəm insanlara. Öz ağlıma necə yatırsa, belə cavab vermək doğru anlayış deyil. Və doğru bildikləri yanlışları eləyən o qədər müsəlmanlar var ki, onlar din adı altında məzhəbləri dinləşdirərək uydurmaları din deyə yaşayırlar.
Kur'an'ı öz dilində oxuyub anlayan müsəlmanlar çox azdır. Onu oxuyub anlamağa dəvət eləyəndə də Kur'an istəyəcəklər. Niyə? Niyə onu anlamaq istəmirsiniz? Nədən? Deyəcəksiniz ki, səhvlər çoxdur. Bəs sizin əksəriyyətiniz doğru bildikləriniz yanlışları din adı altında eləyirsiniz. Bu səhvlər deyil. Bilərək yanlış eləmək olmaz. Bilərəkdən günah eləmək olmaz. Allah Teala qanunları, nizamları, halalları, hüdudları Quranda hər bir şeyi aydınlaşdırıb. Bizə bu niyə çətindir? Niyə oxumuruq, anlamaq istəmirik? Dini Allahın qoyduğu nizam çərçivəsində yaşamalıyıq. Bu da Qur'anı anlayaraq, onu yaşayaraq olur. Və Allah nə deyirsə onu etməliyik. Kimlərinsə dediklərini yox. Allahın dediyini biz eləyirikmi? Eləyirik adı altında kimiyəsə qul olanlar çoxdur. Öz zehni kiməsə kölələşdirənlər çoxdur. Biz bunu eləməyək. Niyə zehnimizi insanlara, müridlərə, uydurmaçılara, şeyxlərə kölələşdiririk? Niyə? Niyə Allaha təslim olmuruq? Niyə Allahı sevmirik? Niyə qəlblə Allahı sevgini təsdiq eləyə bilmirik? Allahı özümüzdən uzaq niyə bilirik? Allah Qur'an-ı Kərimdə deyir, mən sizə şax damarınızdan da yaxınam. Şax damar o beyinə gedən, buradan gedən şax damar. Bu. Allah Teala bizə o qədər yaxındır. Niyə Allahı uzaqda axtarırıq? Kiminsə yardımı sayəsində Allaha yaxınlıq eləməyə, dua eləməyə çalışırıq. Artıq oyanaq, artıq anlamağa çalışaq. Allah Teala bizə seçim verir, ağıl verir. Doğruları da, yanlışları da, doğrunu da səhvdən ayırt etməyə də Qur'an, Furqan zikr verir. Zikr bir şeyi çox təkrar etmək deyil, Qur'anda olan bilgiləri beynimizdə yerləşdirib insanlara çatdıraraq yaşamaq və yaşatmağımızdır. Ali İmran 21 Allahın ayələrini inkar edənlər, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri ağırlı acılı bir əzabla müjdələ. Əgər bir insan Qur'anı insanlara dəvət eləyirsə, onu əgər dinləməzsəniz və yaxud da onu özünüzdən uzaqlaşdırarsanız, Allah Teala Qur'an-ı Kərimdə dedi, açıq, aydın. Ali İmran yenə oxuyuram, 21. Allahın ayələrini inkar edənləri, necə ki, bəzən mən insanlara deyirəm, bəzən Qur'an ayələrini dinləmək istəməyənlər var. Amma dinləmək istəyənlər var, onlara böyük hörmətim var. Peyğəmbərləri haqsız yerə öldürənləri, peyğəmbərlər indi yoxdur, amma yaşayan Rəsul əlimizdədir. Və ədalətə çağıran insanları öldürənləri, ədalətə çağıran insanlar kimdir? İnsanlar əgər kimisə Qur'ana çağırırsa, haqqa çağırırsa, dinə çağırırsa, həmin insanlara zülm edənləri ağırlı, acılı bir əzabla müjdələ. Artıq Allah Teala Qur'an-ı Kərimdə bunu bizə açıq, aydın deyir. Açıq, aydın deyir ki, biz anlayaq. Yəni, bugün mən Qur'anı sizə anlayan dilində danışıram. Kimsə danışmağa başlasa ki, o Mahmud Qur'anistdir, Qur'andan başqa bir şey danışmır. Əgər desə, Ali İmran 21 həmin insanları ağırlı, acılı əzabla müjdələ. Mən bunu demirəm. Uca Allah deyir. Uca Allah deyir. Uca Allah öz qanunları insanlara danış deyir. Öz dinini danış deyir. Din Allahındır. Nə sənin, nə mənim, nə məzhəblərin deyil. Bu din Allahındır. Nə mənim, nə sənin, nə məzhəbin. Kimin nəyi var ki bu dünyada? Öldükdən sonra heç ada belə sahib deyilik. Onların əməlləri həm bu dünyada, həm də ahirətdə heç olacaq. Onların yardımcıları da olmayacaqdır. Kafirlərə isə bu dünyada və ahirətdə şiddətli əzab verəcəyəm. Onların köməkçiləri də olmaz.
Allah iman gətirib salih əməllər işlədənlərin mükafatlarını tam verəcəkdir. Allah zalimləri sevmir. Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli zikirlərdəndir. Onların dedikləri ancaq ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qarşı qələbə çalmaqda bizə yardım et. Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. Biz belə dua da eləyə bilərik. Hər bir kəs ölümü tadacaqdır. Lakin qiyamət günü mükafatlarını sizə tam veriləcəkdir. Kim oddan uzaqlaşdırılıb cənnətə daxil edilsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. Dünyada çox da aldanmayaq. Bu dünya zənginliyi, var dövlət, oğul, uşaq, məqam, şöhrət bu aldadıcı oyun və əyləncədən başqa bir şey deyildir. İnsan kimi insan olmağa baxaq birinci. Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Həmin insanlardan əziyyət verici sözlər eşidəcəksiniz. Qur'anı necə ki öz dilində oxu deyəndə Quranist deyən kimi əziyyət verici sözlər. Qur'anı haqqa çağırırsan insanları, doğruluğa çağırırsan insanları, əvəzində sən onlardan səni narahat eləyici bir söz eşidirsən. Sağ ol deyiləsi yerdə Quranist deyəcəklər. Sağ ol deyiləsi yerdə azarlamağa çalışacaqlar. Əgər özünüzü qoruyar, səbir etsəniz, bilin ki, bunlar əzimkarlıq tələb edən əməllərdir. Allah Taala deyir, belə insanlara, cahillərə qarşı səbirli olun. Cahillə cahil olma, Allah Taala deyir. Cahillə, ağılsızla ağılsız olma. Bu dünyada çox insan var. Hamısının ağlı özü işlədə bilmir. Hamı öz ağlını özü işlətsə, Quran ayələrinə müraciət edib yaşayışını sürsə, bu dünyada heç bir cinayət, heç bir oğurluq, heç bir təcavüz, heç bir şey olar mı? Olmaz. Niyə bu şeylər baş verir? Çünki hər kəs Qurandan uzaqdır. Heç kəs Quranı oxuyub anlamaq istəmir. Cahillər cahillə cahil kimi davranmayın. Səbirlə xoş söz danış. Əl-Anam 31. Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O saat onlara qəflətən haqladıqda onlar öz günah yüklərini belə bellərində daşıyaraq deyəcəklər, dünyada buraxdığımız əməllərə görə vay halımıza, onların daşıdıkları şey necə də pisdir. Öldükdən sonra, kafir olaraq öldükdən sonra peşmançılıq fayda vermir. Əgər biz hələ ki sağıq, bugün bizim bu saat, bu dəqiqə, bu saniyə tövbə şansımız var. Bəlkə də sabah olmasın. Bəlkə də yatmağa qədər vaxtımız olmasın. Bəlkə də yatıb dura bilmədik. Çünki həmin dəqiqəni, vaxtını, saniyəni siz dəyərləndirin. Qur'anı anlayaraq oxuyun. Allaha qul olun. Qula qul olmayın. Ancaq Allaha qul ol və yardımı yalnız ondan istə, duayı yalnız Allah üçün elə və hər bir yaxşılığı Allahdan gözlə. Şəfaəti, şifanı, yardımı, dəstəyi, hər bir şeyi. Quran-ı Kərimdə Allah Teala deyir, bizim namazımız da, orucumuz da, yaxşı əməllərimiz də, həyatımız da, ölümümüz də aləmlərin Rəbbi Allah üçündür. Bizim hər bir şeyimiz Allah üçündür. Onu Quran-ı Kərimdə necə bildirirsə biz belə də eləyək axı. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir, məgər anlamırsınız. Allah deyəcək, ey cin və insan tayfası, məgər sizə öz içərinizdə ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınızı barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi? Həm cinlərə, həm insanlara elçilər gəlir.
yaşayan Resul Kur'an-ı Kerim elimizdedir. Allah hem insanlara insan elçi, peygamberler, haberdarlık eden müjdeci gönderip hem de cinlere de öz aralarında elçiler seçip müjdeci olarak gönderip hem insanlara hem cinlere. Cinler de insanlar kimi belə bir tayfadırlar, belə bir canlılardır. Onlara da cin peygamber ve elçi Allah Teala gönderir. Necə ki insanlara, necə ki insanlar yaşayır, cinlər də belədirlər. Onların da yaxşı olanları, pis olanları, mömin olanları, kafir olanları var. Necə ki insanlarda. Necə ki Allah Teala bizə peygamber seçip öz aramızdan peygamberi seçip gönderir ve kitap verir. Cinlərə də həmin qaydada. Biz bunu belə anlayaq. Bu Kur'an'ın bize anlattığı şeklidir. Onlar diyecekler biz öz aleyhimize şahitlik ettik. Onları dünya hayatı aldattı ve onlar kafir oldukları barədə özlerine karşı şehadet verdiler. El-Araf 32. De Allah'ın öz kulları üçün üzə çıxartdığını zinət ve temiz rüzləri kim haram etmiştir? De. Bunlar dünya hayatında hamıya, kıyamet günü ise yalnız müminlere məxsusdur. Biz dərk eden adamlar üçün ayələri belə izah edirik. Yunus 7. Şüphesiz ki bizimle karşılaşacaklarını ümit etmeyenler dünya hayatından razı kalıp onunla rahatlık tapanlar ve ailelerimizden üz döndürenler öz menfaatlerini Allah'ın emirlerine tercih etmeyin. Məhz onların kazandıkları günahlara göre sığınacakları yeri oddur. Kim Kur'an'ı inkar edilirse o od sakinidir. Bu dünyada biz Kur'an'ı anlayarak onunla hüküm edək, yaşayak ve Allah'a tam teslim olarak. Tam teslimiyeti Allah'a göstererek. Dünya hayatının meseli göyden indirdiğimiz suyun meseline benzeyir ki onun sayesinde insanların ve hayvanların yediği yer bitkiler birbirine katışır. Nihayet yer öz bərbəzəyini bürünüb gözəlləşdiyi ve onun sakinləri onun məhsulunu yığmağa qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsul olmamışdı. Biz ayələri düşünən adamlar üçün belə izah edirik. Təbiət hadisələri Allahın əmri ilə hərəkət edir. Allah Teala bizə Quran-ı Kərimdə belə məsələlər çəkir. Allah Teala bu sonunda deyir ki, biz ayələri düşünən adamlar üçün bizə beləcə izah edirik. Allah Teala bu məsələləri biz bu dünyada ibrət almaq üçün bu məsələləri çəkir. Biz bu dünyadan ibrət alaq. Bu Allah'ın verdiği misallardır bize. Biz bunlara bakıp yaşayışımızı, hayatımızı, her bir şeyi nizamlayaq. Her bir şeyi Allah rızası üçün eləyək. Allah ne deyirsə onu eləyək. Şübhəsiz ki Allah'ın dostlarının hiçbir qorxusu yoxdur ve onlar kədərlənməyəcəklər. Allah dostu olmağa hazırsınız. Biz hamımız Allah'ın vəliləriyik və evliyalarıyıq. Kimsə evliya diye onu ucaltmayın. O evliyadır, o Allah dostudur diye onu ucaldarak onun sayende Allah'a dua eləməyin. Bu büddistliğe çıxarır. Bu bütpərəstliğe çıxarır insana. Sen de evliyasan, o biri de evliyadır. Hamı evliyadır. Hamı Allah dostudur. Hiçbiri Allah düşməni değil. Hamı Allah dostuyuq. Bu dünyada ne kadar insan varsa hamı Allah dostudur. Biz hamımız Allah'ın vəliləri və dostları, evliyalarıyıq. Hər kim kimisə evliya kimi görüb Allah ile araya koyarsa, o evliyanın sayende istemeye başlayarsa, o şirke girmiş olur. Sen özün Allah dostu ol ve evliya da özün ol. Başka evliyaları axtarma, bugünden evliya özün ol. Onlar iman getirilmiş ve Allah'tan korkmuşlar. Dünya hayatında da ahirette de onlara müjde vardır. Allah'ın kelimeleri asla değişmez. Bu büyük uğurdur. Allah'ın kelimeleri dünyanın yaratılışı ahire kadar Allah deyir kelimeleri değişmedi. Adem Aleyhisselam'a bu kitap gönderip
Bugün də əlimizdə bu kitab var. Axirətə qədər də bu yaşayacaq. Əl-Hud 15. Kim dünya həyatını və onun bərbəzəyini istəyərsə, axirəti unutsa, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar axirətdə özləri üçün oddan başqa heç bir şey olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puş olar. Dünyanı istədiyiniz qədər də axirəti də istəyin. Ər-Rəd 33. Hər kəsin qazandığı qoruyub saxlayan Allah. Buna qadir olmayan bütlər kimi ola bilərmi? Müşriklər isə Allaha şəriklər qoşurlar. De, onların adlarını söyləyin. Yoxsa siz ona yer üzündə bilmədiyi şeyləri yaxud boş sözləri mi xəbər verirsiniz? Ayələri görünməzlikdə gələnləri oyunları özlərinə gözəl görünər. Allahın yolundan çıxarlar həmin insanlar. Allahın zalım dediyini yola gəlmiş sayacaq yoxdur. Əl-Rəd 34. Onlara dünya həyatında əzab vardır, axirət əzabı isə daha məşəqqətlidir. Onlar Allahdan qoruyan olmaz. Əl-Nəhl 30. Müttəqilərə Allah nə nazil etmişdir deyildikdə onlar xeyir nazil etmişdir deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Xeyirli işlər, yaxşı işlər görənlər üçün Allah təala deyir, qiyamətdə, axirətdə gözəl mükafat hazırlanmışam. Biz o mükafatlara nailıq. Dünyadakı 3-5 quruş deyə biz dünya həyatını tərcih eləməyək. Mən demirəm dünya həyatını unudun. Ben hər zaman hər kəsi daim çalışmağa, qazanc eləməyə dəvət eləyirəm. Lori dildə desəm, halal pul qazanın. Heç vaxt boş vaxt oldu mu? Vaxtınızı boşa öldürməyin. Hər zaman çalışın, qazanc eləyin, halal pul, alın təri. Bu ibadət qədər savab işdir. Ancaq bu arada axirəti də unutmayın. Axirəti də hazırlıq göstərin. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafatlar hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. Onlar ağacları altında çaylar axan Ədin bağlarına gələcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqilərə belə mükafatlandırır. Cənnətdə hər şey vardır, amma ənənəvi uydurma din anlayışındakı cinsi əlaqədə istifadə edəcək hurilər yoxdur. Allah Teala deyir, cənnətdə istədiyiniz hər bir şey vardır. Bunun altında ənənəvi uydurma din anlayışı qalmayaraq özlərindən bir əlavə də eləyiblər ki, orada kişilər üçün cinsi əlaqədə olacaq hurilər var. Belə uydurmaları da din deyə danışanlar var. Buna tərcüməçilərin 80% də bu kimi tərcümə veriblər. Nəbə surəsinin 37-ci ayəsində olacaq yəqin. Orada sizə hurilər veriləcək deyə iri nəsə orada belə tərcümə ediblər ki, Qur'anın Nəbə surəsinin 37-ci, 38-ci ayələri mən açıq onda olan o səhv tərcüməni deyə bilmirəm. O qədər bərbad şəkildə tərcümə ediblər. Amma orada olan huri məsələsi bizə yardım üçün, bizim qulluğumuz üçün olacaq canlılardır. Artıq yoxdur. Allah Teala bizə qiyamətdə cənnət sakinlərə qulluq üçün, bizim xidmətimiz üçün canlılar verəcəyini deyir və uydurma din anlayışında olanlar o verəcəyimiz qulluq üçün verəcəyi canlılardan, o sözdən suyu istifadə edərək kişilərin əlinə verərək cinsi istifadə üçün olacaq şeylərə deyə belə uydurmaları danışanlar var. Əfsuslar olsun. Çox gülürəm, ancaq bu gülləsi vəziyyət deyil. Ağlayası vəziyyətdir bu. Rəzil vəziyyətdir bu. Bərbad vəziyyətdir bu. Amma insanlar da bunu belə anlayırlar. İnsanlar da
Çox insan da gözləyir orada mənə 5 dənə, 10 dənə, 20 dənə Allah Taala huri verəcək deyə. Mənə də bir 10 kişinin də gücü verəcək deyə belə uydurmaları danışsaq vaxt qalmayacaq. Səsim biraz belə çıxır, xəstələnmişəm. Elə ona görə tez-tez su içirəm, qıcıq tutur. İndi biz Qur'anda bildirdikləri şəkildə huri anlayışı anlasaq, hurilər bizim xidmətimiz üçün veriləcək canlılardır. Buna əlavə eləməyə ehtiyac yoxdur. Əlavələrə çalışmayın. Daha orada bir şey yoxdur. Sən cənnət sakini olmaqdan ötürü burada bu dünyada əziyyətlərə qatılan, çalış, zəhmət çək, problemlərə səbir göstər və Allaha boyun əy. Və Allah mükafatı özü bizə verəcək. Əgər biz o mükafata layiqiksə, Allah Taala mükafat verəcək və bizi cənnət yurduna əlavə eləyəcək. Allah Taala'dan mən hər zaman daim dua eləyərək istədiyim odur ki, Allah Taala bizi cənnətdə irəlidə birinci qabaqda gedənlərdən eləsin. Mən hər zaman dua eləyirəm. Bütün insanlar üçün dua eləyirəm. Ancaq biz bunun üçün biraz çalışmalıyıq. Ancaq bu dua ilə olmur. Dua ilə olur. Mən demirəm dua olmaz. Dua hər zaman lazımdır. Ancaq dua edərək çalışmasaq olmaz. Həm bu dünya qazancı üçün fiziki çalışmaq lazımdır, həm də axirəti qazanmaqdan ötürü yaxşı işlər çox eləyərək, insanları sevindirərək, yaxşılıqlar eləyərək, insanları şad eləyərək, zəkat verərək, maldan sədəqə verərək, gözəl söz danışaraq bu işlərlə biz cənnəti qazanırıq. Allah Taala bizə müjdə eləyir bunu. El-İsra 18 kim gəldi gedər dünyanı istəsə orada ona dilədiyimiz kimsəyi istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmindən qovulmuş halda girəcəyi cəhənnəmə atarıq. Kim də axirəti istəsə mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. Biz belələrindən olaq. Biz elə əməl eləyək ki, Allah əməlimizdən razı olsun. Və hər zaman Allahın rızasını qazanmaya çalışaq. Bizim etdiyimiz işdən Allah qəzəblənməsin. Allah razı olsun etdiyimizdən. İnsan günah eləyəndə də Allah Taala insanı elə yaradıb ki, insan günah eləyəndə də, yaxşı iş eləyəndə də bədən üzvləri o insana xəbər verir. Yaxşı iş eləyəndə də, pis iş eləyəndə də. İnsan bunu bilir. Bilməyən heç bir insan yoxdur. Kafir bilməyən demək deyildir. Kafir Allahın varlığı və birliyi bilib inkar eləyən şəxsdir. Biz hamıya, onlara da, bunlara da Rəbbinin nemətlərindən veririk. Rəbbinin neməti heç kəsə qadağan deyildir. Əl-Kəhf 46 var, dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha xeyirlidir. Əl-Həcc 8. İnsanlar içərisində elələr də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. O başını təkəbbürlə o yana bu yana çevirir ki, insanları Allahın yolundan saptırsın. O bu dünyada rüsvay olacaq, qiyamət günü isə biz ona cəhənnəm məşəqqətini nəsib edəcək. İnsanlardan eləsi də var ki, Allaha şübhə ilə ibadət edir. Belə insanlar da var. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar.
insana bir xeyir çatsa, Allah'tan bir mərhəmət gəlsə, ona bir rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. İnsanın başına bir hadisə gəlsə, imtahan məqsədi ilə olan bir hadisə gəlsə, küfrə qapılaraq üz döndərər. Belələri də var. O şəxs dünyanı da itirər, belə etdiyi halda axirəti də itirər. Gerçək zərər də elə budur. İmanda şübhəyə düşməyək. Ən-Nur 19. Möminlər barəsində iyrənc şayələrin yayılmasını istəyənlər üçün dünyada da axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz də bilmirsiniz. Əl-Qasas 60. Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah Taala bizə nə veribsə, bu dünyanın keçici zövqü və bərbəzəyidir. Biz maşın, ev, pul, bank hesabları, bunların sahibləriyik deyirik də biz. Mənimdir deyirik. Ancaq insan gerçeği unutur. Mənimdir deyir. Mənimdir deyilən bir var dövlət içərisində ölür. O anda o öz adına belə sahib olmur. Mənimdir deyildir axı. O var dövlətin içərisində o dollarların, o qızılların içərisində öldün, artıq adına da layiq deyilsən. Sənin artıq heç nəyin olmur. Bugün biz yaşayırıqsa, bugün biz sağıqsa, var dövlətdən də, insanlıqdan da, mənəviyyatdan da insanlara mərhəmət göstərək, insanlara rəhm eləyək, gözəl şəxsiyyət olaq, gözəl şəxsiyyətlər yetişdirək. Pisliklər eləyib, insanları azarlayaraq, insanlara pis söz danışaraq, belə etdiyimiz halda Allah bizdən razı olmaz. Biz çalışaq Allahın rızasını qazanmaya. Bugünkü Qurani Kərim söhbətimiz dünya ilə əlaqəli oldu. Biz bu dünyada necə yaşasaq, elə də aqibətimiz olacaq. Necə ki, necə yaşadın, elə də öləcəksən. Belə bir söylənti də var. Necə öldün, eləcə də dirildiləcəksən. Necə dirildin, elə də hesaba çəkiləcəksən. Bu dünyada yaxşı insan olsaq, axirətdə mükafat. Pis insan olsaq, həm bu dünyada, həm də axirətdə cəza görəcəyik. Biz bu imtihan dünyamızda sona qədər insan kimi insan olmaya çalışaq. Biz nə özümüzü, nə də ətrafımızdakı insanlara zərər verməyək. Çalışın daim insanlara yaxşılıq edək. Bu Allahın əmridir. İnsanlara yaxşılıq eləmək Allahın əmridir. Kim olursa olsun, dilindən və irqindən asılı olmayaraq daim insanlarla yumşaq davran və heç kəsin haqqına girmə. Kim olursa olsun, hər bir işdə ədalətli ol, heç kəsin haqqına girmə. Qul haqqına girmə. Hətta kim olursa, belə pis insanlar olsa belə, sənə və dininə zərər yoxsa, onlarla da mülayim davran. Yəni, hansısa pis insan olsa belə, necə olur olsun insan olsa belə, dinindən və dilindən asılı olmayaraq, onunla insan kimi rəftar elə, insan kimi davran. Bunu Allah əmr eləyir. Allah Taala bizə insanların bəziləri niyə bunu bilmir? Deyir ki, İslamın şərti 5'dir, bildiyimiz 5 şərt. Bəs orada insanlarla insan kimi davran, Allahın Qur'andakı bildirdiyi ayə yox, bilmir axı. Bilmir. İnsan insanların, müsəlmanın qardaşıdır. Ayəsi İslamın şərtləri arasında yoxdur. Bilmir. O deyir, mən İslamın 5 şərti bilirəm və mən bundan mükəlləfəm. Əfsuslar olsun ki, İslamı belə dar çərçivəsində darlaşdırıb, uydurmaları genişlədərək Qur'andan insanları soğudublar. Qur'anda keçən bütün əmir və qadağa hamısı İslamın şərtidir. İmanın şərti 6'dır.
Ama İslamın şərti 6236 dənədir. Quranda nə qədər şərt, nə qədər ayə, nə qədər əmir varsa, Allah Quranda nə deyirsə, hamısı İslamın şərtidir. Buna zid kim söz deyirsə, o Allaha üsyan eləyən insan olur. Buna zid kim danışarsa, Qur'an-ı Kərimdə olan bütün ayələr İslamın şərtidir deyirəm. Buna zid rəy bildirən Qur'ana, İslama zid danışmış olur. Özü cavabı Allaha verəcək. Mən İslamın şərti 5 olduğu yox, Qur'anda nə qədər ayə varsa hamısı İslamın şərti olduğunu deyirəm. Mən demirəm bunu, Allah Taala deyir. Uydurmaçılar ama onu 5'e düşürüblər. Necə ki, bayaq dedim ki, hansı pis insan olursa olsun, biz onunla mülayim davranaq, yaxşı davranaq. Buna bir misal. Necə ki, Musa Peyğəmbər Firavuna yumşaq davran sözünə qiyaslayaraq, hərəkət edərək, Allah Taala Musa Peyğəmbəri Firavuna göndərəndə Allah Teala deyir Musaya, sən onunla yumşaq davran. Allah öz elçisini, öz bəndəsini digər bir insana elçi olarak, orada peyğəmbər olarak göndərəndə həmin kafirə, həmin Firavun özünü ilah zənn eləyən, o dövrdə orada bütün oğul uşaqlarını öldürən belə bir cinayətkar idi. Ancaq Allah Teala deyir Musaya, onunla yumşaq davran. Fərz eləyin. Bayaq dediyim, ne kim olursa olsun, bütün insanlarla biz yumşaq davranaq, mərhəmətli olaq, insan kimi insan olaq. Gözəl şəxsiyyət olaraq insanlarla özümüzü təqdim eləyək. Həm təqdim eləyək, həm görünüşdə insan olaq, həm içdən insan olaq. Mərhəmətli ol, mülayim davran insanlarla. İnsanları Kur'an'la mariflendir. Kur'an'ı insanlara öz dilinde danış. Allah Teala bu dini doğruları anlayıp, doğruları yaşayıp, doğruları insanlara çattıran, səmimi, güzel ahlak sahibi müminler olmaya Allah Teala bize qismət eləsin. Hem bu dünya hem ahiret xoşbəxtliyi Allah Teala cümləmizə qismət eləsin. Allah Teala bütün ölmüş insanların məqamı cənnət eləsin. Və aleykum və salam və rəhmətullah və bərəkatuhu. Sağ olun, var olun.